Hörmətli kanal izləyiciləri, hər birinizi salamlayıram. Ümid edirəm ki, yaxşısınız. Öyrənməyə davam edirik. Bundan öncəki videolarda dim toplu alqoritmlər bölməsindən 127-ci sual və 140-cı suala qədər yazılı tələb olunan məsələlərin həllinə baxmışdıq. İndi isə 141-ci sualdan etibarən digər suallarını da həll etməyə çalışacağıq. İlk olaraq 141-ci sualdan başlaya bilərik. Burada nə şərt verilib, baxırıq. X ədədi üçün x sıfırdan kiçik olduqda buradakı ifadə, x sıfıra bərabər olanda bu ifadə, x sıfırdan böyük olanda isə x kubu çıxart 4 ifadəsi işləməsi lazımdır. Və deməli, biz bunu yoxlayacağıq. Bunda bu işləyəcək. X bərabər 0 olanda bu işləyəcək. X sıfırdan kiçik deyilsə, x sıfıra bərabər deyilsə, onsuz da x sıfırdan böyük olacağına görə ayrıca bir şərt verməyə ehtiyac yoxdur. Əks halda verməklə bu məsələni yaza bilərik. Artıq proqramımız açıldı və biz burada yazmağa çalışırıq. Bu proqramda yazmaq məcburiyyətindən deyilsiniz əlbəttə ki, amma bu proqramda yazarsınızsa, Flowgarden proqramında sizin üçün gedişatı öyrənmək daha yaxşı olar. Hələ ilk başda deyək. Mən onu nəzərə alaraq burada yazıram və hər birində nəticəni də siz görəsiniz deyə. Deməli, başlanğıc və son düyməsi burada var. Bizə lazımdır ki, bu şərti burada qeyd edək. Bunları bu şəkildə yazsaq, hər ikisini görə bilərik. Yəqin ki, rahat. Bizə daxil olacaq x. X ədədini daxil edəcəyik. Input x verdik və burada x-i yazdıq. X-i daxil etdikdən sonra və if verəcəyik, şərt verəcəyik. Gəlirik, if şərt blokundan istifadə edirik və burada şərtimizi yazırıq. Əgər x kiçiksə 0-dan, o zaman nə olsun? True hissəsində burada yazacağıq ki, y bərabərdir 2x-in kvadratı, 2 vura x və kvadratı yenidən vura x də yaza bilərik bu şəkildə. Ya da 2x üstü 2 də yaza bilərik. Üstə gələk, 3 vura x yazdıq burada. Əgər x sıfırdan kiçik deyilsə, o zaman yoxlayacağıq ki, x sıfıra bərabərdirmi? X sıfıra bərabərdirsə, bu şəkildə yazdıq. Yeniyək və burada da gəlirik, y bərabərdir. Yazırıq 5 vura x, 5 vura x, üstə gələk 4. Bunu yazdıq. Sıfırdan kiçik deyilsə və sıfıra da bərabər deyilsə, false'lara baxırıq. Yerdə digər bir variant qalır. O da nədir? X-in sıfırdan böyük olduğu hal. Bunu da yazırıq ki, y bərabərdir x kubu çıxaq 4 bu şəkildə yazırıq. Və hər birində y-i hesablayacaq, hansı işləyəcəksə, ən nəhayət y-i də burada çapa verə bilərik. Təbii ki, burada ifadələri daxil etdikdən sonra tipi də qeyd eləməyə unutmayaq və gəlirik bura, declare deyirik. Bununla da bağlı yəqin ki, öncəki videolarda bilirsiniz, artıq bunu izah eləmişəm. Nə deməkdir bu proqram üçün? O videodan oradan baxa bilərsiniz. Deməli, daxil etdiyimiz dəyişənlər x-dir və y-dir. Yəni, daxil etdiyimiz deyəndə, yəni burada istifadə etdiyimiz dəyişənləri tip olaraq int tipi seçdik və bunu bu şəkildə saxladıq. İndi yoxlaya bilərik. Baxaq görək. Əgər x bərabərdir 0 daxil eləsək, 0 daxil edirəm. Burada görürsünüz, x-i daxil etdir və 0 daxil edirəm. Mənə 4 çıxdı. 5-i 0-a vurdu. Üstdən 4 gələndə və təbii ki, 4 edir. Nəticəni də burada göstərdi. Yox, mən gəlirəm 2 daxil elədim. 2 0-dan böyükdür. 3-cü şərt ödəniləcək. Burada 2-nin kubu 8 eləyəcək. 8-dən 4-ü çıxartdıq. Yenə də 4-ü burada çıxartdıq və təbii ki, digər halda özünüz yoxlaya bilərsiniz. Bu məsələnin həlli bu şəkildə. Keçid alacağıq. 141-i qeyd edək. Keçid alırıq 142-yə. Daxil edilmiş m sayda ədədin cəmini hesablayan alqoritmin blok sxemini qurun. Deməli, burada m sayda dediyinə görə, ilk öncə bu məsələni başa düşməyə çalışaq ki, bizlər dövrdən istifadə edəcək. M sayda. M-in sayını biz deyəcəyik. 3 dəfə deyə bilərik, 10 dəfə deyə bilərik, 20 dəfə deyə bilərik. Yəni, neçə dəfə deyəcəksə, o qədər ədədin cəmini hesablasın. Odur ki, bunu nəzərə alıb, gəlib yazırıq. Deməli, bizə bu lazım olacaq və bu m sayda bizə lazımdır. Neçə dəfə? M dəfə ədəd daxil edəcəyik. Bunu fərqli variantlarda yaza bilərik. Mən ilk olaraq bu variantda yazıram. Deməli, ilk olaraq, başlanğıc olaraq i bərabərdir 1 götürürəm. Və while operatorundan istifadə edirəm. Deyirəm ki, i kiçikdir, bərabərdir m.
Nə qədər ki i m-dən kiçik bərabərdir, o zaman mən ədəd daxil edim. Input deyirəm. Bu ədədə də olsun A ədədi. A ədədini daxil etdikdən sonra cəmini tapacağıq. Daxil etdiyimiz ədədlərin cəmini tapacağıq və həmin bu A-nı o cəmin üzərinə gələcək. Odur ki, başlanğıcda da biz ilk olaraq cəmin də 0 olduğunu qeyd etməliyik. Elə ki, A-nı daxil elədik, həmin A-nı gəlirik biz cəmin üzərinə. S plus A. Bunları yazdıq. Və sözsüz ki, dövrün işləməsi üçün və ən nəhayət dövrün bitməsi üçün i-ni də artırmalıyıq ki, i plus 1 nəhayət getsin m olsun və m-dən sonra başqa bir qiymət alsın ki, dövr şərti pozulsun və bu bitsin. Ən nəhayətdə də s-i çapa versin. Bu şəkildə yazdıq. Və istifadə etdiyimiz yenə də dəyişənləri burada qeyd edirik. M daxil etdik, i daxil etdik və bir S bir də A daxil etdik. Başqa səhvlərimizə qalmadı və bunları yazdıq. Yoxlasaq burada mən məsələn 3 dənə ədəd daxil edəcəm. O ədədlər 15, 26 və 32-dir. Cavabı bu şəkildə 73 çıxartdı və baxsaz da həqiqətən də cavabın o şəkildə olduğunu görmüş olacaqsınız. Və yaxud da ki 4 dənə ədəd daxil edəcəksiniz və bunu yoxlayacaqsınız. 15, 20, mənfi 10 və 5. 30 çıxartdı. 15, 20, 35 etdi. 35-dən 10 çıxdıq. 25, 25-in üzərinə 5 gəldik. 30 cavabını almış oluruq. Burada deməmişdi müsbət ədədlər, natural ədədlər. Ona görə mənfi halında yoxladıq və bu şəkildə də işlədik. Bu da bu sualın cavabı. Yəni, və eyni zamanda bu sualın bir üsulundan cavabı. Yəni, təbii ki, fərqli şəkildə yaza bilərsiniz. Hər dəfə bunu xatırlatıram. Yəni ki, hər kəsə aydın olsun. Yəni, qarışıqlıq olmasın ki, ancaq belə yazılmalıdır bir şey yoxdur yəni. Keçirəm 143-cü suala. A-B parçasında yerləşən tam ədədlərin cəmini tapan alqoritmin blok sxemini qurun. Burada nə deməkdir? A-B parçası deyirsə, yəni A da daxildir, B də daxildir. Yəni 5, 10 daxil eləsəm, 5-dən 10-a qədər hər ikisi daxildir. Yəni bu şəkildədir. Və bizə burada qeyd olunub ki, görürsünüz ki, A B-dən kiçikdir. Yəni birinci daxil etdiyim ədəd ikincidən kiçik olmalıdır ki, bu şəkildə getsin. Onu deməsəydi nəzərə alardıq və eyni zamanda tam ədədlərdir deyir. Bu işimizi bir qədər rahatlaşdırmış olur. Deməli, başlayaq bunu da yazmağa. Gəldik buradan. A-B parçasında yerləşən, mən deməli bunu heç yazacağıq. A-nı daxil edirəm və eyni zamanda gəlib B-ni də daxil edirəm. İki dəyişən daxil edirik. A və B. Biz kiçikdən böyüyə doğru getməliyik də təbii ki. O zaman A-dan B-yə doğru gedəcəyik. Və cəm dediyinə görə yenə də bizim başlanğıc olaraq bir cəmimiz var və o 0-dır. İlk başda 0-dır. Və deyirik ki, A kiçikdir, bərabərdir B. A B-dən kiçik olduğu müddətdə neyniyək? Ədədlərin cəmini tapacağıq. İlk olaraq gəlirəm, yazıram S bərabərdir. S-in üzərinə gəldim A-nı. A 5 idi, 5-i gəldim. Gələn dəfə A nə olması lazımdır? A plus 1 olması lazımdır. Niyə? Çünki artıq A 5 idi, olsun 6 və 6 mənim B-yə 10 daxil etmişəm də, ondan kiçik bərabər olduğuna görə yenə də 5-in üzərinə 6-nı gedəcək. Sonra olacaq 7. Hara qədər gedəcək və bu 10 daxil işləyəcək. Artıq A 11 olacaq. 11 ondan kiçik bərabərdirmi? Yox deyib biz nəyə çapa verməliyik? S-i çapa verməliyik bu şəkildə. 5-10 aralığını bax belə yazdım. İndi 5-10 yaza bilərik. Burada bunu daxil edək. A-nı yazdıq, B-ni yazdıq. Sonra nə qaldı? Və S-i yazaq burada. S-i yazdıq. 5 A-nı daxil edik. 8 daxil edim B-ni. Baxaq görək düz işlədimi. 5, 6, 7, 8. Bu şəkildə baxdığımız anda 15 bu edir, 11 bu edir. Hamısının bir yerdə cəmi 26 edir. Biz nə aldıq? 26 almışıq burada. Təbii ki, fərqli qiymətlər daxil edib onları da yoxlaya bilərsiniz. Yəni burada bir məsələ budur ki, bu şərt altında kütləvilik xassəsi ödənilməsi lazımdır. Girişə verilən el sayda tam ədəddən müsbət olanların cəmini tapın. Bunu save edək. 143 idi bu. Və 144-ə gəlirik. El sayda tam ədəd. Deməli, tam ədəddirsə, mənfi də daxil oluna bilər, müsbət də daxil oluna bilər, 0 da daxil oluna bilər.
Bizdən istənilən budur ki, müsbət olanların cəmini tapacağıq, mənfi olanların sayını hesablayacağıq. Bunu yazaq. Deməli, ilk olaraq mən burada input deyəcəm L sayda. Yəni bu qədər sayda ədəd daxil edəcəm. Və sözsüz ki, burada gəlirik. Müsbət olanları. Deməli, bunu P hərfinə işarə edirəm. Müsbət olanların cəmini 0 verirəm və mənfi olanların sayı da aynısında gəldik, nə yazırıq? Buna da 0 yazırıq. İlk başda cəm də 0-dır, say da 0-dır. Əlimizdə yoxdur çünki. İndi biz gələk bunu yazaq. L sayda tam ədəddir. Yenə də i bərabər 1 verib 1-dən L-ə qədər gedə bilərəm və hər dəfə də ədəd daxil edə bilərəm. Bu dəfə bu üsulla yazmağa çalışacağam. Buna da öyrəşəsiniz. Deməli, L nə qədər ki 0-dan böyükdür, mən ədəd daxil edəcəm. Bu ədədimiz olsun, elə yenə də A ədədi. İndi yoxlayacağam. Bu dövrün içərisindədir. If verəcəm. Deyəcəm ki, əgər həmin bu A 0-dan böyükdürsə, deməli müsbətdir. Yəqin ki, bundan razısınız, dostlar. Müsbətdirsə cəmin tapın. Bunu da 0-la burada yazmışıq. O zaman yazıram ki, P bərabərdir. P plus A. Bunu yazdıq. Əks halda, yəni false hissəsində mən yaza bilərəmmi mənfi olanların sayını artırsın? Yəni bunu artıraq. 0 da olacağını nəzərə alıb, burada çünki 0 deyil. Ona görə biz birbaşa yazmamamız daha uyğundur. Və burada yazırıq, yenidən bir if veririk. 0-dan böyük deyil, o zaman 0-dan kiçikdirmi? Əgər 0-dan kiçikdirsə, mənfi olanların sayını tapacağıq. Mənfi olanların sayını da əgər bu işləyəcəksə, istifadə edəmişik m-lə, m plus 1. Əgər bu işləyəcəksə, 1 vahid artırsın. 1 vahid artırsın. Yəni sayı artıracaq 1 vahid. Burada isə A qədər artır. Yəni çünki müsbət olan ədədlərin cəmini. Bəs 0 olanda nə olacaq? 0 olanda heç bir şey. Yəni bunu nəsə bir şey yazmağa ehtiyac yoxdur. Və L 0-dan böyükdür. Bu işləyəcək. Axı dövrün yenə də bitməsi lazımdır. Odur ki, ən sonda burada dövrün içərisində təbii ki, biz L-i 1 vahid azaldaraq dövrü bitirə bilərik. Və salam. Deməli, burada artıq biz yazarıq. L-dən istifadə elədik. Burada istifadə elədik. P-dən, burada istifadə elədik M-dən, burada istifadə elədik A-dan. Və salam. Yəqin ki, hər birini yazdıq. Diqqətimizdən qaçmadısa, bunu yazdıq. Yoxlaya bilərik. Məsələn, mən 5 dənə ədəd daxil edirəm. Daxil edirəm 3, 0, mənfi 9, 7, mənfi 6. Bura baxdığımız anda nəticəni bizə belə bu şəkildə çıxardır. 10 və 2. Baxsaq, mənfilərin sayı həqiqətən də 2 dənədir. Müsbətlər 3 və 7 cəmi 10 elədir. 0 isə nəzərə almadı. Və bu proqramda təbii ki, bunu yekunlaşdırmırıq bu şəkildə. Output-da unutmuruq. Output-da gəlib burada yazırıq. Həm P-ni, yəni müsbətlərin sayını və eyni zamanda M-i də, mənfilərin daha doğrusu sayını, müsbətlərin cəmini də ekranda göstərmiş olsun. Burada istəyirəm bir incəliyi izah edeyim. Yenə də kiməsə qaranlıq qalarsa, bunu tam anlamış olaq. Yəni, bəzən məsələni yazıb keçmək uğurlu deyil əslində. Yəni, izah ediriksə, istəyirik ki, bu hər kəsə aydın olsun. Bunu nəzərə alsaq, baxın, bu hissədən söhbət gedir. İcazənizlə yazaq burada. Elə mən 5 daxil elədim. Burada, elə 5 daxil elədim. Baxıram burada. 5 0-dan böyükdürmü? True. Bəli. Əgər L 0-dan böyükdürsə, o zaman bir dənə ədəd daxil edim. Bu olsun 3. Düzdür? İndi yoxlayıram. 3 0-dan böyükdürmü? 3 0-dan böyük olduğuna görə bu işləyəcək. İşləyəcəyinə görə P-nin, P başlanğıcda 0-dır. Üstünə A gələcək, eləyəcək 3. Və buradan düşəcək bura. Buradan gəlir, bura düşəcək. L-dən 1 vahid çıxacaq, bura olacaq 4. Yenə gələcək bura. Baxın, bax buradan çıxır, gəlir bura. 4 0-dan böyükdürmü? Bəli. 4 0-dan böyük olduğuna görə bir dənə ədəd daxil edirəm. Məsələn, mən daxil edim mənfi 7. Bu sadəcə nümunələrdir. Mənfi 7. 7-ni bir qədər yaxın çəkərsiniz. Yazaq. Mənfi 7. Mənfi 7 0-dan böyükdür? Yox. Gəlir bura. Mənfi 7 0-dan kiçikdir? Bəli. O zaman bu işlədir. Bu işlədiyinə görə say 1 vahid artdı. 0 idi. 1 vahid artdığına görə oldu 1. Yenə buradan gəldi bura və düşdü, gəldi bura. 4-dən 1 çıxdı, 3 qaldı.
Gəlirik bura. 3 sıfırdan böyükdür. Bəli, yenə də işlədi. While işləyir. Gəlirəm bura. 3-ü daxil eləmişdik. -7-ni daxil, bir dənə 0 daxil elədik. 0 daxil etdikdən sonra 0 sıfırdan böyükdür? Yox. 0 sıfırdan kiçikdir? Yox. Baxın, bu belə gəldi. 0 sıfırdan kiçik olmadığına görə yenə gəldi. Düşdü bura və gəldi bura. Eldən bir vay çıxdıq. Oldu 2. Yenidən gəlirik. 2 sıfırdan böyükdür? Bəli. Gəlirik, bir dənə ədəd daxil edirik. 16. 16 sıfırdan böyükdür? Bəli, tur işləyir. Düzdür? P-nin üzərində, P-nin ən son qiyməti 3 idi. 3-dən 16 gəldiyimizə görə artıq olacaq 19. Yenə buradan gəldi, düşdü bura. 1 divayət çıxdıq, oldu 1. Gəlirik buradan. Yoxlayırıq ki, 1 sıfırdan böyükdür. Bəli, yenə də işlədi. Bir dənə ədəd daxil edək. Siz bu dəfə də mənfi daxil edək. Əslində fərqi yoxdur. Sadəcə nümunə yazırıq. -5. -5 sıfırdan böyükdür? Yox. Bura gəldi. -5 sıfırdan kiçikdir? Bəli. M1 idi. 1-in üstünə 1 gələndə olacaq 2. Buradan gəlirik bura. Gəlirik. Eldən 1 çıxır. Neçə elədi? 0. Təzədən buradan gəlirik. Bura qayıtdıq. 0 sıfırdan böyükdürmü? Yox. Dövr bitdi. O zaman artıq bunu silək. Artıq baxın, dövr bitdiyinə görə bu gələcək və burada da gəldik. Biz nə etdik? Həmin P-ni və M-i çapa verdik və bundan da sonlandırdıq. Yəni bu zaman, yəni burada əslində bax, L böyük sıfırdan yazdıq, L-i bir vahid azaltdıq. Məqsəd burada dövrün L qədər işləməsi üçün idi. Yəni işləməsi idi. Bayaq i+1 ilə yazdıq, bu dəfə də belə yazdıq. Deməli, bu sualın da həlli bu şəkildə. Ümid edirəm ki, anlamış olduq. 144-cü sual idi bu da. Baxaq. 145-ci sual. X-in girişə verilən istənilən həqiqi qiymətində, bunu belə yazaq, həqiqi qiymətində y bərabərdir x kvadratı çıxa x plus 12 bölək x plus 7 çıxa 2 funksiyasının qiymətini hesablayan alqoritmin blok sxemini qurun. Burada baxırıq ki, bu ifadə nə zaman işləməyə bilər? Məxrəc 0 olsa, bu işləməyəcək. Bunu bilirsiniz. Odur ki, biz elə məxrəci yoxlayaq ki, həmin bu x plus 7 fərqlidirsə 0-dan. Bu işləsin. Nə zaman x plus 7 0-dan fərqli olacaqsa, bu işləyəcək. Yox. Əgər 0-a bərabər olacaqsa, o zaman işləməyəcək. Yəni. Burada artıq yaza bilərik. X-i də götürə bilərik əslində. X -7 olarsa, yenə də bu 0 edəcək. Elə birbaşa belə yazmamız daha rahat olar deyə ümid edirəm. Bizə lazımdır ki, x-i daxil edək. X-i burada daxil edəcəyik. Və bunu yoxlayacağıq. If deyək ki, x plus 7. Burada fərqli 0-ı yazdıq. Bu şəkildə yaza bilirik. Bərabər deyilsə 0-a. Yəni, fərqlidir 0 bu şəkildə yazılır. 0-a bərabər deyilsə, o zaman gəlib yazırıq. Y bərabərdir. Y yazdıq burada. X kvadratı. X vuraq. X kvadratı çıxaq. X plus 12. Bunu bölürük. X plus 7'ye. X plus 7'ye. Mötərizədə yazın. Diqqətli olun. Bəzən bu texniki xəta olur. Məsələlərin yazılışında, ona görə mötərizə almağı unutmayın. Belə tipdədirsə. Sonra çıxaq 2-ni yazmış olduq. Əgər bu işləyəcəksə, burada yazdıq. Əks halda burada yazırıq ki, output. Bunu yaza bilərik ki, məxrəc 0 olmaz. Bu şəkildə yazdıq dırnaq arasında. Bu şəkildə də qeyd elədik. Hətta elə bunun özünü də birbaşa outputda yaza bilərik. Yəni şərt deyil. Y mənimsədək. X-i istifadə edirik burada. Burada bir kəsr ifadəsi olduğuna görə int yox, tam olaraq yox, read seçməyiniz daha uyğun olar ki, qalığı da göstərmiş olsun. Əgər x -7 daxil edərəmsə, məxrəc 0 olmaz. Belə bir bildiriş gətirdi. Əks halda başqa bir qiymətdə 6 yazarıqsa, nəticəni hesablamış oldu gördüyünüz kimi. 146-cı sual. 146-cı sualda da demək olar ki, eyni məntiqdir. Burada da baxmamız lazımdır ki, kökaltı ifadə
sıfırdan fərqli olmalıdır. Sıfıra bərabər olarsa bu yenə də işləməyəcək. Burada iki hal var. X bərabər 0 ola bilər. X 0 olsa sıfırdan 5'e çıxacaq, mənfi olacaq ya da 5'dən kiçik qiymətlərdə işləməyəcək ya da x-in 5 qiyməti ola bilər. Həmin 5 qiymətində də bu 0 olacaq. Sıfırdan da 0 çıxacağına görə yenə işləməyəcək. Odur ki, elə bu ifadəni yaza bilərik ki, birbaşa yenə də kök altı x minus 5 fərqlidirsə sıfırdan işləməsi üçün belə olmalıdır. Bəs kök altı x minus 5'i necə yaza bilərik? Bunu square rootla da yazmaq olar. X minus 5 yaza bilərik. Ya da bu ifadəni kökdən çıxarda bilərik. X minus 5 üstü 2'də 1, yəni 0,5. Belə yaza bilərik. Bu artıq bərabər deyilsə 0'a, bu da işləsin deyə bilərik. Gəlin yazaq bunu da. Bunu save edəcəm ondan sonra. 144 idi, 145 idi. Burada yazırıq. Bunu buraya yapıştırsaq. X plus 7 yerinə yazacağıq ki, x minus 5 üstü 0,5. Sıfırdan fərqlidirsə, o zaman bunu yaza biləcəyik. X kvadratı çıxaq x minus, gəlin burada yazaq. Çıxaq x minus 2. Bunu böləcəyik. Yenə də o ifadəni yazırıq. Nəyə? X minus 5 üstü 0,5. Bu ifadəyə böldük. Hətta daha aydın olsun. Bunu da bu şəkildə yaza bilərsiniz. Minus 27. Əks halda da bu şəkildə qiymət alacaq deyə bilərsiniz. Bunu da burada yazdıq. Deməli, x-a 5 versək, görürsünüz, yenə məxrəc 0 olur. Və ya da ki, x-a 5-dən kiçik qiymət versək, 4 versək, bu şəkildə də yenə də olmur. Kök altı ifadəyə görə 4-dən 5 çıxacaq mənfi, kök altı da mənfi olmur deyə bunu belə bizə bildiriş verdi. Save elədim. 140 neçədir? 146. Girişə verilən iki müxtəlif tam ədədi müqayisə edib, kiçiyin 2 misli ilə böyüyün 3 mislinin cəmini çıxışa verən alqoritm blok sxemini qurun. Deməli, iki müxtəlif tam ədəd. Burada şərtdə deyilir, müxtəlifdirsə, deməli mənim bərabər qiymət daxil eləməyəcəm və onu yoxlamaya ehtiyac yoxdur və tam ədəd dediyinə görə mənfi də ola bilər, müsbət də ola bilər. Bunu yazırıq burada, declare deyirik və iki müxtəlif ədəd də daxil edirik. Birinə A yazıram və birinə də B yazıram. Burada yazdıq, gördüyünüz kimi. Və if ilə verəcəyik, şərt verəcəyik. Əgər kiçiyin 2 misli ilə A kiçikdirsə B-dən, deməli A kiçikdir, B böyükdür. Kiçiyin 2 misli ilə, hətta yenə də output-a verə bilər, ya da siz belə yazaq, ya da yazaq, nə fərqi var. Output veririk, kiçiyin 2 misli ilə, yəni A vuraq 2, böyüyün 3 mislinin cəmini. A vuraq 2, üstə gələk böyüyün 3 mislini. Böyük burada artıq B-dir. B vuraq 3. Bunu burada yazdıq. Əks halda deyə bilərik ki, artıq iki müxtəlif ədəd olduğuna görə, yəni bərabər olmayacaq. Əks halda artıq yaza bilərik nə olsun? Yəni B A-dan kiçikdir. B A-dan kiçik olduğuna görə kiçiyi, yəni B-ni 2-yə vuracağıq, A-nı 3-ə. Deməli burada yazdıq A vuraq 3. Bu şəkildə yazdıq. Yox, mütləq ki, 0-ı da yoxlamaq istəsəz, o zaman, daha doğrusu bir-birinə bərabər olub olmadığını da yoxlamaq istəsəz, bir dənə də şərt verə bilərdiniz. Bunu yazdıq, buraya yazırıq A və B-ni yazdıq. Gəlirəm buradan, A-ya 1 daxil edirəm, B-yə 2 daxil edirəm, 8 verir. Baxırıq bura, 1 2-dən kiçikdirmi? Bəli. O zaman 1-i 2-yə vurdu. 2, B neçə idi? B 2-dir. 2-ni 3-ə vurdu, 6. Üzərinə gəldik, 8 nəticəsini bizə vermiş oldu. Yəni ki, burada da gördünüz. 148-ci sualda girişə verilən 3 müxtəlif tam ədəddən, deməli 3 dənə müxtəlif tam ədəd daxil edəcəyik. Bu ədədlər bir-birinə bərabər deyil. Böyük olanı çıxışa verəcəyik. Elə bayaqki hissədən kopya eləmişdik. Bunu bura yapışdıraq və bir də əlavə edirik nəyi? C-ni. İndi 3 dənə ədəd daxil elədik. 3 dənə ədəd daxil eləmişiksə, bunu yoxlamalıyıq. Təbii ki,
ifdən istifadə edirik. Burada dövrü yoxdur. Sadəcə 3 dənə ədəd öncədən bilinir. Və biz burada şərti verməliyik. Birinci növbədə şərt budur ki, A B-dən böyükdürmü? A B-dən böyükdürsə və eyni zamanda A da C-dən böyükdürsə və burada bir dənə o zaman if verək. A da böyükdürsə C-dən, baxın, bu şəkildə yazdım. A B-dən böyükdür və A eyni zamanda C-dən böyükdür. Təbii ki, ekrana A-nı çıxarsın. A hamısından böyükdür. A B-dən böyükdür və A da C-dən böyükdür. İndi A B-dən böyükdür, amma A C-dən böyük deyil. O zaman burada ekranda nə olması lazımdır? C-ni çap eləməyimiz lazımdır. Yəni ki, başa düşdük. A B-dən böyükdür, amma C-dən böyük deyil. Deməli, C ən böyükdür və C-ni çıxartdı. Yox, əgər A B-dən böyük deyilsə, o zaman nə hal ola bilər? Burada təzədən yenə if veririk. İfdə yazırıq ki, yəni burada o deməkdir ki, B A-dan böyükdür. A B-dən böyük deyil. B A-dan böyükdürsə və yenə yazırıq. B eyni zamanda da C-dən böyükdürsə, B-ni çap eləsin. Gəlirik burada. B-ni çap eləsin. Və eyni zamanda B A-dan böyükdürsə, yəni A B-dən böyük deyil, o zaman B A-dan böyükdürsə, B C-dən böyükdürsə B-ni çıxarsın. Yox, C B-dən böyükdürsə yenə də nəyə çıxarsın? C-ni çıxarsın. Bu şəkildə burada yaza bilərsiniz. Deməli, bunu yazdıq. Bunu yazdıqdan sonra təbii ki, burada digər dəyişəni əlavə edək və yoxlaya bilərik. Bir nümunə yazaq. 6, 8, 3, 8-i çıxartdı və 3, 6, 9, 9-u çıxartdı və s. və daxil. Biz 3 ədədi müqayisə apardıq. Bu burada qalsın və bunu save edək. Neçənci sualdır? 148-ci sualdır. 148. Mən bunu başqa bir variantda da göstərmək istəyirəm. Deməli, A-nı, B-ni, C-ni daxilləmişik. Mən bu ədədlərdən özümüz üçün deyirik ki, gəlin belə bir şey deyək. Tutaq ki, ən böyük ədəd burada olsun A. Təbii ki, bu B də ola bilər, C də ola bilər. Yəni, nümunədir. Sadəcə fərz edək ki, yəni. Ən böyük ədədimiz A-dır. İndi belə bir if verirəm. Deyirəm ki, mən A-nı artıq daxil edim və maksa mənimsətdim də, yəni burada. Həmin bu B, deyirəm ki, əgər bu B böyükdürsə maksdan, o zaman əlbəttə ki, yəni bura 3-dirsə, bura 5-dirsə, ən böyük 5 olmalıdır. Yəni bu iki ədəd arasında ən böyük tapıram. Və burada yazıram ki, max bərabərdir B-yə. Bunu yazdıq. Əgər B böyükdürsə A-dan, belə deyək, ən böyük B olur. Əks halda olduğu kimi qalır. Bura başqa bir şey eləmirik. Yenidən yoxlayıram burada if. Təzədən veririk. Artıq max ya burada B-yə bərabərdir, ya da A-ya bərabərdir. İkisindən biri. Yəni mütləq ki, ya o işləyəcək, ya da bu tərəf. İndi həmin C-ni müqayisə aparacağım. C maxdan böyükdürsə, o zaman ən böyük C olacaq. Max bərabərdir C. İndi baxaq. Və burada da max'ı çapa versək, output max yaza bilərik. Max. Burada max bu arada hazır funksiya deyil, sadəcə bir dəyişən addır, yəni maksimumu bildirmək üçün. Baxın, deyək ki, ən böyük A-dır. Məsələn, A-ya 10 daxil eləmişəm, B-yə 8, C-yə 7. B-ni yoxlayıram. B ondan böyükdür, 8 ondan böyük olmadığına görə bura gələcək. Hələ də max 10-da qalıb. C-ni 3 dedik deyilsən, 3 yoxlasa, 3 də ondan böyük olmayacağına görə yenə max'ı verəcək. Yəni, ifin true hissəsi işləməsə belə, təbii ki, o zaman A ən böyükdür olduğunu çıxardacaq. Və burada yoxlaya bilərik nəticəni. Yazırıq 9, 6, 15. 15 ən böyükdür və bu şəkildə çıxartdı. 15, 20, 13, 20 ən böyükdür çıxdı. Yəni, təbii ki, digərlərini də yoxlaya bilərsiniz özünüz üçün. Bu da bu sualın cavabı idi və digər üsulla da belə deyək, 148-in ikinci versiyası. Sonra gəlirik 149-a. Çox maraqlı sualdır. Deməli, burada S bərabərdir 1 vura 2 vura 3. Burada nəyə fikir verməyiniz lazımdır? Görür ki, burada əvvəl 1 olub, sonra 2 olub, sonra 3 olub. Deməli, i-ni 1 götürsək, gələn dəfə bunu 1 vaid özündən sonraya vururuq da, yəni.
O zaman belə yazaq. i-ni vuracağıq i plus 1-ə. Düzdür? Və bir də 2 vahid sonraya vuracağıqsa, bunu da vuracağıq i plus 2-yə. Və s dəyişəni götürəcək. Təbii ki, bir başlanğıc qiyməti 0 olacaq. Və növbəti dəfədə i 1 vahid artması lazımdır. Çünki i burada 1-dir, burada olacaq 2, burada olacaq 3. i-ni biz 1 vahid artırmalıyıq ki, i plus 1 olsun. Yəni, i-nin özünün qiyməti 2 olsun. Gələn dəfə eyni şeyi başlayıb. Bu düstur əsasən 2-ni vuracaq. Nəyə? 2 plus 1-ə 3-ə, 2 plus 2-yə 4-ə vuracaq. Hara qədər? N-ə qədər bu işləsin. Odur ki, bunu da yazaq. Ctrl N dedik. Bunu bu tərəfə çəkək. Burada gəlirik. Bizə lazımdır ki, N-i daxil edək. N neçə daxil etmişiksə, ora qədər geçsin. Və gəlirik buradan. While-dan istifadə edirik. i-nin başlanğıc qiymətini 1 götürürük. i-nin başlanğıc qiyməti 1 yazıq bura. Və yazırıq ki, while i kiçikdir, bərabərdir n. Bu prosesdə neyniyək? Burada bir də s-i də əlavə edirik. S bərabərdir 0. Və s bərabərdir s plus. Həmin bu i-ni vururuq i plus 1-ə və bunu da vururuq i üstə gələk 2-yə. Bunu yazdıq mı? Yazdıq. Gələn dəfə nə olması lazımdır? i-ni bir vahid artırmalıyıq. i bərabərdir i plus 1. Bunu yazdıq. Və nəhayət s-i çapa verməliyik. S-i də çapa verdik. Məsələn, bu şəkildə dövr özü üçün işləyəcək, işləyəcək, işləyəcək. Hara qədər işləyəcək? N-dən N-ə qədər. N daxil. Burada görürük ki, N daxil olanda üstünə 1 gələcək, 2 gələcək. Bunu da burada yazmışıq mı? Yazmışıq. Deməli, yazdıq ki, burada N var, i var, s var. Başqa nəsə yoxdur. Bu da bu məsələnin həlli. Və yoxlaya bilərsiniz. Əgər hansısa bir ədəd daxil etsək, bunu n-i 2 daxil etsək 30 verir. 30 verirmi? Baxaq görək. 30 verirmi? Bura eləyəcək 6. Bura eləyəcək 24. 2 bura 3, 6, 4. 6 üstə 24, 30 verir. Deməli, 2 dövr işləyir. 2 yazdıqsa 2 dövr işlədir. Yəni bundan bu. Və gəlirik 150-ci suala. Girişə verilən ixtiyarı 10 natural ədəddən. Deməli, 10 dənə ədəd daxil edəcəyimiz, öncədən bəli, biz 10 dənə ədəd daxil edəcək. Cüt olanların cəmi. Yalnız bizdən cüt olanlarla bağlı bir şey soruşur. 149 yazırıq bunu və gəlirik 150-yə. Bunu yazırıq. İxtiyarı 10 natural ədəd. Artıq inputa ehtiyac yoxdur, çünki konkret 10 dənə ədəd daxil edəcəyimiz bəllidir. While-la da yaza bilərik. İstəyirsiniz bunu gəlin fərqlilik olsun. For-la yazaq. i bərabərdir 1-dən 10-a qədər. Və nə qədər ki bu şərt ödəniləcək, mən bir dənə ədəd daxil edəcəyəm. Input A. Və indi bu A-nı yoxlamalıyam ki, cütdürmü? Yalnız cütü yoxlayacağım mən. Əgər cütdürsə, cütü də yəqin ki bilirsiniz ki necə yoxlayır. A faiz 2 bərabərdirsə 0-a, bu ədəd cütdür. Bu arada demişdim, bunu 2 dənə də bərabər yazsaq işləyəcək bu proqramda. Tək bərabər yazsaq da işləyir. Əgər cütdürsə, cüt olanların cəmini tapacağıq. O zaman başlanğıcda bir s bərabərdir 0 verək və gəlirik burada yazırıq ki, s bərabərdir s plus a. Həmin o cüt ədəddirsə, o zaman s-imiz. Bəs tək ədəddirsə, neynəsin? Heç bir şey yəni. Və burada başqa nəsə artırmırıq, çünki for-la yazdıq. Onsuz da i bir vahid öz içərisində artar gedir yəni. Ən nəhayət s-i çapa verə bilərik. Deməli, S-dən istifadə elədik, i-dən istifadə elədik və a-dan istifadə elədik bu şəkildə. Yoxlasaq, yəni biz 10 dənə ədəd daxil eləməyimiz lazımdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. Cavab 30 verdi. Və istəyirsiniz burada yazaq. 30 nəyə görə aldıq? Yoxlayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə də daxil edik. Bunu gördünüz burada. Bizə lazımdır ki, cütlər, təkləri silə bilərik. 2, 4, 6, 6, 6, 12, 8, 20, 3 də 10, 30 alırıq. Gördüyünüz kimi doğru cavabı 30 verdi. Yəni, şərt deyil də, yəqin ki, bildiniz ki, 1-dən 10-a qədər yıxsın. Fərqli ədədlər daxil edə bilərsiniz və bu da işləyəcək. Cüt olanda işləyəcək. Deməli, 150-ci sualın da cavabı bu şəkildə idi.
151-ci suala keçid alırıq. Girişə verilən 2 natural ədədin qarşılığı sadə olub olmadığını müəyyən edən alqoritmin blok sxemini qurun. Bundan öncəki toplu, yəni neçənin sualı idi, buradan da baxa bilərik. 140-cı sual əbobla bağlıdır. O sualın izahına baxa bilərsiniz bir daha. Səhv eləmirəmsə 3 versiyada izah eləmişdim. Burada isə nəyə tapacağıq? Yenə əbobu tapacağıq. 2 ədədin əbobu 1-ə bərabərdirsə, bunlar qarşılığı sadə ədəddir o zaman. Və salam. İndi sadəcə bir nümunədə bunu yazaq burada. Deməli, bura 150-ci sual idisə, gəlirik. 2 ədəd daxil edəcəyik. Birinə A deyək, birinə B deyək. Gəlirəm A və B deyirəm. Əbobun tapılmasını dediyim kimi yazmışdıq və şərt bunu yazaraq ki, nə qədər ki A B-yə bərabər deyil, A fərqlidir B, o zaman if veririk. İstəyirəm, gəlirəm if veririk. Yoxlayıram. Əgər A B-dən böyükdürsə, o zaman nə edək? A-dan B-ni çıxaq A-ya mənimsədək, A çıxaq B. Yox, əgər B A-dan böyükdürsə və gəlirəm bura, B bərabərdir, B çıxaq A-nı bura yazıq. Bu təbii ki, çıxa-çıxa gedəcək, axırda alınan nəticə bir-birinə bərabər olanda dayanacaq. Bir-birinə bərabər olanda dayanacaqsa, yəni A-nın ya da B-nin çıxışa verilməyində problem yoxdur. Deyək ki, özümüz üçün belə bir şey yaza bilərik. Əbob bərabərdir A. Bunu B ilə yaza bilərsiniz, dediyim kimi. Çünki bir-birinə bərabər olacaq olsa sonda. İndi yazacağıq. If əbob bərabərdirsə 1-ə, deməli, bu qarşılığı sadə ədəddir. Ekranda çıxsın. Gəlirik, yazırıq yes. Əks halda və gəlirik, yazırıq mı? Onu da bu şəkildə yazıq. Bizə lazım oldu A, bizə lazım oldu B, bizə lazım oldu əbob. Bunların hamısını yazıq. Məsələn, yazıram 7 və 9 yes. Yəni qarşılığı sadə ədəddir. 9 və 6 no. Qarşılığı sadə ədədlər deyil. Bu da bu sualın cavabı idi. 150-ci sual. 151-ci daha doğrusu sual. Bunu yazdıq. Və 152-ci suala baxaq. Deməli, burada baxırıq ki, necə gedir proses? İlk olaraq, i-nin yenə də başlanğıc qiymətini gəlin bir götürək. Gəlin dəfə görürsünüz, bu neçə vahid artıb? 7 vahid artıb. 8 olub, yenə 7 vahid artıb, 15 olub. Hara qədər? 50-yə qədər. Yəni, şərti belə yaza bilərik. i kiçik bərabərdir 50 olduğu müddətdə neynəsin? Və baxırıq ki, yenə də bir hasildir da burada. Başlanğıc qiyməti bir dənə h bərabər 1 götürərik və deyərik ki, h bərabərdir, h vuraq nəyə? i-dən çıxarıq y-in kvadratını. Yəni, y-in kvadratı. Hələ ki, belə yazaq. Bunu da bu şəkildə yazın. i-dən çıxırıq y-in kvadratı. Gəlin dəfə nə edirik? i bərabərdir, i plus 7 bu şəkildə proses gedir. İndi i 1-dir. 1-i vuracaq, 1-dən çıxacaq y-in kvadratı. Y isə biz input eləməliyimiz lazımdır. Tutaq ki, 2-dir. 1-dən y-in kvadratı, yəni 2-in kvadratını çıxacaq. Sonra i olacaq 8. Gələn dəfə 8-dən çıxacaq y-in kvadratı, vuracaq buna. Burada vurmaqda, yəni. Sonra olacaq 15. 15-dən çıxacaq y-in kvadratını, vuracaq həmin nəticəyə və ən nəhayət 50-yə qədər bu proses gedəcək. Odur ki, nəzərə alaq bunları və yazaq. Ctrl-N. Gəlirəm, burada bizə lazım olacaq ifadələri qeyd edirik. Lazım olacaq, onsuzsa input deyirik, n daxil edirik. Yəni, n dediyimiz y. Y daxil edirik. Amma neçə dəfə 50-yə qədər olduğuna görə xüsusi bir n daxil eləmirik burada. Və while-ın şərtini verəcəyik. i kiçikdir, bərabərdir 50 yaza bilərsiniz. Və bunu da gəlirik, yazırıq nə? İlk başda i bərabərdir 1. Və hasil olduğuna görə h da bərabərdir. Bir də bunu yaza bilərik. Və nə qədər ki, bu kiçik bərabərdir, o zaman neynəyək? H bərabərdir, h vuraq, həmin bunu yazırıq. i çıxaq, y-in kvadratı. Y vuraq, y. Yaza bilərik, y-in kvadratı. Və eyni zamanda da i-ni neynirik? Daha doğrusu, i-ni. I-ni də 7 vahid artırırıq bu şəkildə. Bu işləyəcək, h-ı da sonda çapa göndərəcək. Burada istifadə edəcəyimiz dəyişənlər yazırıq. Y yazdıq, i yazdıq, h yazdıq.
Başqa nəsə yazdıqmı? İHY yazmamışıq. Bunları da burada qeyd elədik və çalışdıra bilərik əslində. Y soruşacaq bizdən. 2 daxil eləsək bu qiymət çıxır. Yəqin ki, doğrudur. Çünki ifadə çoxdur. Onu hesablamaq biraz zaman alacaq. Belə, dəyərli yoldaşlar, dəyərli dostlar, dəyərli kanal izləyiciləri, burada yekunlaşdırıram. Bundan sonraki hissəndə növbəti videoda izah edəcəm. Uğurlar, fikirlərinizi, rəylərinizi yaza bilərsiniz. Hər birinizə gözəl nəticələr. Görüşənədək. Sağ olun.